Əgər kainatın yeganə xaliqinin Allah olduğuna əmin idilərsə, onda o bütlərə niyə ibadət edirdilər? Belə çıxır ki, Peyğəmbər onlara Allah var deməyə gəlməmişdi. Onsuz da bunu bilirdilər. O, Allaha necə ibadət etməli olduğunuzu deməyə gəlmişdi. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Salam. Bugün Mahmudov Xəyalın hazırladığı Quran ayələri və hədislərə söykənən bir risalə var. Və məqsədimiz sadəcə tərifləri əzbərləmək deyil. Bu, ilahiyyat konsepsiyasının məntiqini, onun fərqli qatlarını və gündəlik həyatda sənin üçün nə demək olduğunu anlamağa çalışacağıq. Bugün təhlil edəcəyimiz mənbələr bizi birbaşa İslamın belə deyək, ürəyini aparır və qarşımıza bir tapmaca qoyur. Allaha inanan bir insan eyni zamanda necə bütpərəst ola bilər? İlk baxışdan bu qeyri-mümkün səslənir. Amma əlimizdəki materiallar iddia edir ki, bu ziddiyyətin cavabı tövhid anlayışının dərinliklərində gizlənir. Bizim missiyamız isə bu tapmacanı birlikdə açmaq və tövhidin sadəcə bir inanc deyil, bir həyat prinsipi olduğunu anlamaqdır. Bəli, və bu tapmacanın açarı tövhidin adətən düşünüldüyü kimi sadəcə tək Allaha inanmaq olmadığını anlamaqdan keçir. Mənbələr vurğulayır ki, bu bütün peyğəmbərlərin ortaq missiyası olub və bu missiya tövhidin 3 əsas sütununa söykənir: rububiyyət, uluhiyyət və isim-sifət tövhidi. İlk ikisi sizin mənbələrinizin əsas fokusudur və bütün o tarixi mübahisənin deməli kökünü təşkil edir. Üçüncüsü isə Allahı onun öz adları və sifətləri ilə doğru tanımaqdır. Amma bugün əsas diqqətimiz ilk ikisində, yəni o tapmacanın cavabında olacaq. Yaxşı, o zaman gəlin elə tapmacanın ən qəribə hissəsindən başlayaq. Bax, sizin mənbələrinizdəki bəlkə də ən təəccüblü iddia budur. Məkkə bütpərəstləri əslində Allaha inanırdılar. Bu bizim bütün təsəvvürlərimizi, yəni alt-üst edir. Adətən düşünürük ki, problem onların Allaha ümumiyyətlə inanmaması idi. Amma sən demə, mübahisə tamamilə başqa müstəvədəymiş. Bu, məsələnin açar nöqtəsidir və çox vaxt gözdən qaçırılır. Sizin göndərdiyiniz mənbələr aydın şəkildə izah edir ki, Məkkə müşrikləri tövhidin birinci sütunu olan rububiyyət tövhidini tam olaraq qəbul edirdilər. Yəni, onlar kainatın yeganə yaradıcısının, ruzi verənin, öldürənin və dirildənin məhz Allah olduğuna qətiyyən şübhə etmirdilər. Bu sadəcə nəzəri bir inanc deyildi. Deməli, yəni bütün o mübarizə, o müharibələr, o qarşı durma əslində Allahın varlığı üstündə deyildi. Bu heyrətamizdir. Belə çıxır ki, Peyğəmbər onlara Allah var deməyə gəlməmişdi. Onsuz da bunu bilirdilər. O, Allaha necə ibadət etməli olduğunuzu deməyə gəlmişdi. Mən bunu düz başa düşdüm. Tamamilə doğru başa düşdünüz. Mübahisənin kökündə Allahın varlığı yox, ona necə yaxınlaşmaq məsələsi dayanırdı. Mənbədə Qurana istinadən çox aydın misallar gətirilir. Onlardan soruşanda ki, göyləri və yeri kim yaradıb və göydən ruzini kim endirir, heç tərəddüd etmədən Allahdır deyə cavab verirdilər. Onlar çox yaxşı bilirdilər ki, sitayiş etdikləri Lat, Uzza, Mənat adlı bütlər nə bir milçək yarada bilər, nə də bir yağış damlası endirə bilər. O da şeykəllərin heç bir gücü olmadığını dərk edirdilər. Yaxşı, əgər kainatın yeganə xaliqinin Allah olduğuna əmin idilərsə, onda o bütlərə niyə ibadət edirdilər? Bu məntiqsizliyin, bu ziddiyyətin kökündə nə dayanırdı? Onları İslamdan kənarda qoyan nə idi? Problem tövhidin ikinci sütununda uluhiyyət tövhidində idi. Bu, tövhidin praktik tərəfidir. Yəni, ibadətin bütün növlərinin, duanın, qurbanın, nəzrin yalnız və yalnız Allaha edilməsini tələb edir. Məkkə müşrikləri rububiyyəti qəbul etsələr də, məhz bu nöqtədə uluhiyyətdə bütrüyürdülər. Onlar Allaha birbaşa deyil, vasitəçilər vasitəsilə ibadət edirdilər. Bir dəqiqə, bu məntiqdə bir incəlik var. Onlar demirdilər ki, bu bütlər Allahdır. Deyirdilər ki, bunlar bizim vəkilimizdir.
Bu bir növ səlahiyyətli birinə çatmaq üçün onun köməkçisinə müraciət etməyə bənzəmirmi? Mənbələr bu argumenti niyə bu qədər kəskin şəkildə rədd edir? Çox gözəl sualdır, çünki onların bütün fəlsəfəsi elə bil bunun üzərində qurulmuşdu. Onların əsas argumenti bu idi. Biz günahkar bəndələrik. Birbaşa uca Allaha üz tutmağa layiq deyilik. Bu bütlər isə bizim üçün Allah qatında şəfaətçi olacaq, bizi ona yaxınlaşdıracaq. Amma mənbələrin vurğuladığı əsas məqam budur. İbadət Allahın məxluqat üzərindəki müstəsna haqqıdır və bu haqqa heç bir varlığı şərik qoşmaq olmaz. Yaradanla yaratdığı arasına heç bir vasitəçi girə bilməz. Məhz ibadətə, yəni Allaha məxsus olan bir haqqa hər hansı bir varlığı, istər mələk olsun, istər peyğəmbər, istər övliya, istərsə də daş bir heykəl, şərik qoşmaq şirkin özüdür. Niyyətin Allaha yaxınlaşmaq olması isə əməlin mahiyyətini dəyişmir. Bu, bizi birbaşa İslamın təməl şəhadətinə, La ilahə illallah kəlməsini gətirib çıxarır. Adətən, Allahdan başqa ilah yoxdur, deyə tərcümə edirik. Amma sizin təqdim etdiyiniz mənbədən belə başa düşürəm ki, bu kəlmə sadəcə bir təsdiq cülləsi deyil, əslində bir inqilab bəyanatıdır. Bəli, inqilab bəyanatı çox doğru təsvirdir. Çünki bu kəlmə özündə iki güclü və bir-birindən ayrılmaz hissəni birləşdirir. İnkar və isbat. Bu, sadəcə nəyisə təsdiqləmək deyil, eyni zamanda nəyisə tamamilə rədd etməkdir. Bu iki sütun olmadan kəlmə ayaqda dura bilmir. Gəlin bu iki sütunu, inkar və isbatı biraz açaq. Bu nə deməkdir? Birinci sütun la ilahə hissəsidir ki, bu inkardır. Mənası ilah yoxdur. Amma buradakı ilah sözü təkcə Tanrı demək deyil, daha geniş mənada ibadət olunan, sitayiş edilən, mütləq itaət göstərilən hər hansı bir varlıq deməkdir. Yəni insan ilk növbədə bütün saxta ilahları, mənbədə istifadə olunan termindən desək, tağutları həyatından tamamilə çıxardığını elan edir. Bu, istər daş olsun, istər ağac, istər insan, istərsə də hər hansı bir ideologiya. Bu, bir növ şuurun təmizlənməsidir. Deməli, ilk addım təmizlikdir. Bütün saxta bağlılıqları qırmaq. Bəs isbat, yəni ikinci addım. İkinci addım illallah deməklə edilən isbatdır. Bu da Allahdan başqa deməkdir. Bu hissə ilə insan bəyan edir ki, o təmizlənmiş şuurunda və həyatında ibadətin bütün növlərini yalnız və yalnız tək olan Allaha aid edir. Yəni, əvvəlcə bütün saxta obyektləri inkar edirsən, sonra isə ibadətin həqiqi və yeganə ünvanını təsdiqləyirsən. Məhz buna görə Məkkə müşrikləri bu kəlməni deməkdən imtina edirdilər. Çünki onlar Allaha inansalar da, o vasitəçilərini inkar etmək istəmirdilər. Bu isə kəlmənin birinci hissəsini, yəni inkarı pozurdu. Və sizin təqdim etdiyiniz mənbəyə görə sadəcə bu kəlməni dilə gətirmək kifayət deyil, elə deyilmi? Sanki bu bir parol kimidir, amma işləməsi üçün arxasında müəyyən bir proqram, daxili bir razılıq olmalıdır. Qətiyyən kifayət deyil, mənbə bunu bir növ açarla müqayisə edir. Açarı qıfla salmaq kifayət deyil, onun düzgün dişləri olmalıdır ki, qapı açılsın. Bu kəlmənin də fayda verməsi üçün belə dişləri, yəni şərtləri var. Bu şərtlər olmadan kəlmə sadəcə səsə çevrilir. Bu açar bənzətməsi çox yaxşıdır. Bəs bu açarın ən vacib dişləri hansılardır? Mənbədə bir neçə şərt sadalanır, amma gəlin ən vacib ikisinə baxaq. Birinci diş elmdir, yəni bilmək. Təsəvvür edin, mənasını bilmədiyiniz bir müqabiləyə qol çəkirsiniz, o imzanın nə qədər mənası olar? Eyni ilə, la ilahə illallah deyərkən nəyi rədd etdiyini və nəyə qəbul etdiyini bilməlisən. İkinci çox vacib diş isə ixlasdır, yəni səmimiyyət. Biri bilik, digəri niyyət. Bu ikisi olmadan digər şərtlər, yəqinlik, qəbul, təslimiyyət, sadiqlik və məhəbbət onsuz da mənasını itirir. Bütün bunlar birləşəndə kəlmə sadəcə bir ifadə olmaqdan çıxıb bir həyat tərzinə çevrilir. Bəs bu nəzəriyyənin müasir dövrdəki bir insan üçün praktik mənası nədir? Mənbələr bu yüksək fəlsəfədən çox konkret bir məsələyə duaya keçid edir və iddia edir ki, günümüzdə məhz bu sahədə tövhidə zidd olan çox böyük xətalar var. Bəli, çünki nəzəriyyənin praktikada yoxlandığı yer məhz duadır. Mənbə burada çox qısa və kəskin bir hədisdən istat gətirir. Dua ibadətdir. Bax, bu üç söz bütün məsələni aydınlaşdırır.
Əgər biz tövhidin təməlinin ibadəti yalnız Allaha yönəltmək olduğunu qəbul ediriksə və dua da ibadətin özüdürsə, o zaman məntiqi nəticə çox sadədir. Dua da yalnız və yalnız Allaha edilməlidir. Başqa heç kimə və heç nəyə. Mənbəyə görə bu sahədə insanlar arasında yayılan ən böyük və ən təhlükəli xəta nədir? Haca, qəbrə, vəfat etmiş salih insanlara və ya övliyalara üst tutub onlardan evlad, şəfa, ruzi istəmək. Mənbə iddia edir ki, bu əməl mahiyyətcə Məkkə müşriklərinin etdiyi əməlin eynisidir və birbaşa şirk, yəni Allaha şərik qoşmaq adlandırılır. Çünki dua ibadətdir və ibadəti Allahdan başqasına yönəltmək tövhidin təməl prinsipini pozur. Bu çox həssas məqamdır. Yəni mənbələrə görə bir həkimdən şəfa istəmək başqa, vəfat etmiş bir övliyadan birbaşa şəfa diləmək tamamilə başqa bir şeydir. Sərhəd canlının bacarığı ilə məhdudlaşır, eləmi? Bəs insanlar bunu niyə qarışdırır? Mənbələrdə bunun psixoloji səbəbi haqqında bir şey deyilirmi? Tam olaraq. Sərhəd səbəb-səbəblər aləmində bir məxluqun gücü çatan şeylərlə yalnız yaradanın qadir olduğu şeylər arasından keçir. Canlı birindən borc pul istəmək olar, amma vəfat etmiş birindən ruzi istəmək olmaz. Mənbə bunun psixoloji köklərini birbaşa analiz etməsə də, Məkkə müşriklərinin arqumentinə istinad edərək bir səbəbə işarə edir. İnsanın özünü günahkar görüb birbaşa Allaha üst tutmağa çəkinməsi və daha yaxın və əlçatan sandığı vasitəçilərə üst tutması. Bundan başqa duadakı digər xətalara da diqqət çəkilir. Məsələn, duada səsi həddindən artıq ucaltmaq, qışqıraraq dua etmək və ya Allaha Quranda və sünnədə olmayan insanların özlərindən uydurduqları adlar və sifətlərlə müraciət etmək də ciddi xətalar kimi qeyd olunur. Sonda mənbələrdə bütün bu fikirləri ümumləşdirən çox güclü bir bənzətmə var. Tövhid bir binanın təməlinə bənzədilir. Bu məncə bütün deyilənləri bir araya gətirən möhtəşəm bir obrazdır. Bəli, bu çox önəmli bir fikirdir və bütün məsələnin ciddiliyini göstərir. Əgər təməl, yəni tövhid əqidəsi sağlam deyilsə, onun üzərində qurulan bütün digər əməllər, istər namaz olsun, istər oruc, zəkat və ya digər xeyir işlər faydasız qala bilər. Məntiq sadədir. Binanın özülü möhkəm olmayanda, üzərindəki divarlar nə qədər bəzəkli və möhtəşəm olursa olsun, onların heç bir dəyəri qalmır. Kiçik bir sarsıntıda hər şey çöküb gedə bilər. Və bu bənzətmə açığı insanı bir anlıq dayandırıb düşündürür. İnsan bütün ömrünü namaz qılıb, oruç tutub, amma sonda bütün binasının təməlsiz olduğu üzə çıxa bilər. Bu, olduqca ciddi bir xəbərdarlıqdır. Deməli, tövhid sadəcə bir inanc maddəsi deyil, bütün dini həyatın üzərində dayandığı fundamental platformadır. O olmadan digər əməllərin qəbul olunması şübhə altına düşür. Tamamilə. Bu, əməllərin qəbul olunmasının ilkin şərtidir. Mənbənin verdiyi mesaj budur ki, bir insan bütün həyatını ibadətə həsr etsə belə, əgər tövhidində, yəni ibadəti yalnız və yalnız Allaha yönəltmək prinsipində kiçik bir nöqsan varsa, bütün zəhməti boşa gedə bilər. Məhz buna görə də bu mövzunu bilmək və anlamaq hər bir mömin üçün həyati əhəmiyyət kəsb edir. Yaxşı, gəlin bir anlıq nəticə çıxaraq. Bütün bu müzakirədən sonra əldə etdiyimiz əsas fikir nədir? Deyəsən hər şey gəlib bir nöqtəyə çıxır. Tövhid, kainatın tək bir yaradanı olduğunu passiv şəkildə qəbul etmək deyil. Əksinə, həyatdakı bütün ibadət və sitayiş formalarını aktiv şəkildə və yalnız o tək yaradıcıya həsr etməkdir. Bu, yaradanla münasibəti sadəcə onu tanımaqdan, yalnız ona yönəlmək səviyyəsinə yüksəldir. Tamamilə doğrudur. Bu yanaşma, inanan insanı öz əməllərini, xüsusilə də dualarını, ümidlərini və qorxularını davamlı olaraq yoxlamağa sövq edir ki, bu təməl prinsipə zidd getməsin. Bu bir dəfə qəbul edilib unudulan bir şey deyil. Şuurlu və daimi bir seçimdir. Hər bir dua, hər bir niyyət, hər bir ümid yalnız və yalnız Allaha yönəlməlidir. Və sizin üçün, əziz dinləyici, bir yekun sual. Gündəlik həyatınızda, çətinliyə düşəndə, darda qalanda, ilk ağlınıza gələn, ilk kömək umduğunuz ünvan haradır? Bu çox sadə suala verilən səmimi cavab əslində tövhidin harada başlayıb, harada bitdiyini göstərir. Bu barədə düşünməyə dəyər.